Sultanov qoruyur. 5 Kamil Hüseynov, 11 kapitan İlham Allahverdiyev, 44 Samir İbrahimov. Hakim saatına baxır və fit verildi. Baku Sporting Mingəçevir maçı başladı. Rəhim Osman Cəfərli uzun oynayır. İlk hücum cəhdi Mingəçevirdən olacaq. Elməddin Sultanov topu götürdü. Kalunga sol cinahdadır. Kenneth Kalunga qapıya zərbə. Top qapıdan azca aralı keçdi. Çox təhlükəli zərbə indirmişdi. Topu irəli vurur, cərimə meydançası istiqamətinə göndərir. Amil Yunanov axır ki istədiyi topu aldı. Amil çevrilib zərbə indirdi, zəif alındı. Elməddin Sultanov topu tuttu. Qısa ötürmələr. Bahadur cinaha dəyişdi. Cəlal Cəbrayılov oradadır. Cəlal qapıya zərbə. Top tirdən qayıtdı. Bahadur cərimə meydançasını Asma Samir uzaqlaşdırdı. Tolqar. Hücum davam edir. Elçin Mustafayev. Kenneth Kalunga. Kalunga'nın zərbəsi Elməddin qaytardı. Təkrar zərbə. Cəlal geri Elməddin. Amir. Cəlal. Bayraq qalxdı. Gol sayılmayacaq. Bayraq qalxdı. Oyundan kənar vəziyyət qeydə alır Hakimlər Briqadası. İnanılmaz gol vəziyyəti. Elməddin Sultanov nələri qaytardı? Elşad başla indirdi Xəyyam. Xəyyam topu aldı. Yaxşı sol ayağı var. Ötürmə. Vəliyev. İlkinin zərbəsi çərçivədən yayında, hədəfdən yayınır İlkin Muradov. Gol vəziyyəti idi bu. Baku Sporting həyəcan yaşanır Mingəçevirə. Bahadur topu havalandırır. Yaxın dirəyə Elməddin. Qoşa yumruqla topu uzaqlaşdırdı Bahadur. Yenidən cərimə meydançasını Asma. Bu dəfə İlham uzaqlaşdırır. Vüsalın zərbəsi alınmadı. Ötürmə oldu Bahadura. Bahadurun zərbəsi. Topu özünə... Cərimə meydançasına göndərdilər. Xəyalın boş zərbəsi. Seymur topu iləri göndərdi. Qol vəziyyəti Qabil Əlizadə. Qabil! Qabil gol! Qabil Əlizadə. Mingəçevir vurdu. Mingəçevir vurdu. 90 plusda 90 üstə gəl. 2-də Mingəçevir 3 xala aparır bu zonadan. Elçin Mustafayev. Və İngilon Məmmədov maçı bitirdi. 6 xallı oyun bitdi Mingəçevirin qələbəsi ilə. Mingəçevir ikinci pillədəki Baku Sportingə yaxınlaşdı artıq. Cəmi bir xal fərq var.